Bakı şəhərində fəaliyyət göstərən Uğur 777 estetik mərkəz haqqında bir neçə vaxtdır media səhifələrində yayımlanan xoşagəlməz məlumatlarla bağlı mətbuat qarşısına çıxan Uğur 777 estetik mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Fatimə Mahmudova estetik mərkəz haqqında aparılan qərəzli kampaniyaya münasibət bildirərək baş verənlərə aydınlıq gətirdi. Biz hal-hazırda Uğur 777 estetik mərkəzindəyik. Son zamanlar Uğur 777 estetik mərkəzdə xoşagəlməz, yəni nüanslar olur. Bununla bağlı biz medianı dəvət ediblər və suallarımızı Fatimə xanıma verəcəyik. Öncədən təşəkkür edirəm bizim çağırışımıza səs verdiyiniz üçün. Son vaxtlar müəyyən dırnaqarası media nümayəndələri Uğur estetik mərkəzini gəlir mənbəyi altında, əllərində saxlayaraq müəyyən dezinformasiyaları yayımlayırlar və biz mən mətbuat xidməti olaraq araşdırıram, o şikayətçiləri dəvət eləyirəm görüşməyə, məndən heç biri görüşə gəlmirlər. Media nümayəndələri ilə danışanda məndən müəyyən məbləğdə pul tələb eləyirlər ki, siz mən hansı kimlər? Mən hələ ki o jurnalistlərin adını anonim olaraq saxlayıram və bu jurnalistlərə, bu qələm əhlinə, bu informasiya agentliklərinə əvvəlcədən müraciət edirəm. Müraciətim odur ki, gəlin olan hadisələri işıqlandıraq. Gəlin cənab prezidentimizin sahibkarlara qarşı göstərdiyi dəstəyi dəstəkləyək. Anti-reklamları, anti-yazarları gəlir mənbəyi kimi seçdiyiniz Uğur Estetik Mərkəzini dövlətimiz tərəfindən sahibkarlara verilən dəstəyi siz əksinə getmiş kimi olursunuz. Ona görə də mən ilk növbədə bu gedən informasiyalarla bağlı bu jurnalistlərin bir çoxunun adı məlumdur, bir çoxunun istədikləri qanarlar məlumdur, məbləğlər məlumdur. Siz müəyyən məbləği verməsəz, biz başqa cür yazılar yazacağıq, sizi nüfuzdan salmağa çalışacağıq. Şantaj edirlər sizi. Bəli, şantaj edirlər, onların adları bizə məlumdur, səs yazıları bizə məlumdur və gəlişləri, gedişləri, hansı məbləğləri təklif elədikləri bizim əlimizdə var. Bu gün biz onları anonim hələlik saxlayırıq. Əgər bir də bizim bu haqda olan məlumatları yazsınlar. Uğur Estetik Mərkəzində bu günə bir çox məşhurlar, bir çox vətəndaşlar burada əməliyyat olunur, xanımlarımız gözəlləşir. Ən son avadanlıqlarla təsis olunub. Bütün həkimlərimiz, burada fəaliyyət göstərən Xəyalə İsmailova, Güldanə xanım, ali təhsilli diplomlarını təqdim eləyirəm cəmiyyətimizə. Bəli, buyurun, diplomlar buradadır. Və bizim gördüyümüz bu fəaliyyət, 8 illik fəaliyyətimizlə bağlı əlimizdə olan sertifikatlarımız buradadır. Cəmiyyətə təqdim eləmək istəyirəm. Avadanlıqların hamısının zəmanəti əlimizdədir. Bütün hamısı sənədləşmə üzərində gedir. Yəni bu günləri mənim açıqlamaqda məqsədim odur ki, gəlin Uğur Estetik Mərkəzinin uğurları, burada əməliyyat olunan məşhurlar, gözəl xanımlarımız, çox kimsəsiz ailələrə burada təmənnasız olunan yardımlarla bağlı işıqlandırma aparaq. Bəzi media nümayəndələrinin özlərinin marağına görə, özdən gəlir əldə etmək üçün hansısa bir ada, hansısa bir dövlət başçımızın sahibkarlara verdiyi dəstəyə kölgə salmaqla deyil. Gördüyümüz işləri olduğu kimi işıqlandırmaqla bir-birimizə dəstək olaq. Və mən buradan bütün media nümayəndələrə son çağırışımı edirəm və sizin adlarınız bizə məlumdur. Sizin kimləri çağırıb, hansısa məbləğ təklif eləyərək, onlardan aldığınız yalan informasiyalar bizə məlumdur. Sizin bizim Uğur Estetik Mərkəzinin rəhbərinə etdiyiniz zənglərin, onun müəyyən məbləğ istəməyiniz və onun qarşılığında verdiyiniz yalan məlumatlarınızı sayt hesablarınızdan çıxartmağınız bizə məlumdur. Hələlik ad açıqlamıram. Bir də belə bir hal olarsa, mən dövlətimə güvənirəm, dövlət başçıma güvənirəm, Mehriban xanıma güvənirəm, Daxili İşlər Nazirliyimizə güvənirəm, Baş prokurorluğumuza güvənirəm.
ən azından Azərbaycan dövlətinin qanunlar üzərində qurulduğuna inanan bir vətəndaş olaraq dövlətimə də birbaşa müraciət eləyəcəm. Burada hansı estetiklər icra olunur? Burada gözaltı əməliyyatlar, gözüstü əməliyyatlar, liposaksiya əməliyyatları, üzgərmə əməliyyatı, yarım üzgərmə əməliyyatları icra olunur. Bir çox əməliyyatlar var ki, icra olunur və tam zəmanət də verilir.